Salam. Hələ o zamanlar yazıçı jurnalist Əhməd İsayev öz məşhur Gəncə və Gəncəllər kitabını yazarkən qeyd edirdi ki, hələ 10-cu əsrdə öz zamanəsinin dahi mütəfəkkirlərindən olan İbn Hövqəl Nizami yurdunu bu cür təsəvvür edib. Gəncə abad, gözəl, bərəkətli şəhərdir. Əhalisi cömərtdir. Bu şəhərin sakinləri, alimləri özlərinə dost tuturlar. Bəli, bu gün də cömərт və firavan şəhərimizin daha bir məhəlləsinin keçdiyi tarix yoluna nəzər salacağıq. Əlqərəz, Gəncə adlı səlnamə Gəncə məhəllələri silsiləsində getdiyi yolun növbəti dayanacağını İmamlı məhəlləsində edəcək. Gəncənin qədim məhəllələri içərisində adı ön sıralarda çəkilən İmamlı məhəlləsi bir zamanlar Günçıxandan Mürsəl Ocağı qəbirstanlığı, güneydən Əttarlar, Günbatandan Şah Abbas meydanı və Dördyol məhəllələri, 1905-ci ildən sonra isə Quzeydən Molla Cəlilli məhəlləsi ilə dövrələnib. Onun ərazisi indiki Vaqif, Fətəli xan Xoyski, qismən İsrafil və Şeyx Nizami küçələrinin müvafiq hissələrinə əhatə edirdi. İmamlı bax, indi mən əlimlə göstərə bilərəm, bu 5 nömrəli məktəbin yanı tərəfləri, 21 nömrəli məktəbin yanı, Universitetin yanı tərəfləri, Molla Cəlilli küçəsi, bu basaraq İmamlı olubdur. İmamlı burada 21 nömrəli məktəb var, mərkəzi kitabxana var. Onun qavağından başlayıb ta Molla Cəlillə qədər. Bu tərəfdən Sofiliyə qədər. Həmin ərazi, o küçələr, o dar döngələr, hamısı İmamlıdır. İmamlı iki hissədən ibarətdir. Balaca İmamlı, böyük İmamlı. Bax o 21 nömrəli məktəbin yanındakı qazıntı da apardılar. Keçmiş o səfərin yanı. O sahədə balaca İmamlı idi. İki İmamlı. Böyük İmamlı da Hacı Məliyin başıdır. Aydındır mı? İki hissədən ibarətdir. O böyükdə onların ağsaqqalları yerləşir. Ayaqda isə onlar təbii müalicə ilə falanla məşğul olur. Adamlar oradan qəbul ediblər. Bax, Gəncənin ətrafında nə qədər kəndlər bilirdinsə, müalicəyə gələnin əksəriyyəti İmamlıya gəlirdi. Çünki təbiblər, həkimlər, loğmanlar hamısı buradaydı. İndinin özündə də, Sovet dövründə də onlar həkimlərə daha çox getdilər. Ona görə biz öyrənməliyik. Müğənni Damət ki var, onun nəslidir, Seyidlər nəslidir. O, loğmanlar haqqında, həkimlər haqqında daha çox məlumat biləcək o. Mən onu axtardım, tapanmadım. Ətraflı onun haqqında məlumat. Sizin yaddaşınızda keşkəyi qalsın. Kişi İmamlı müalicə ilə məşğuldur. Türkə çarə ilə məşğuldur, bitkilərlə müalicədir. Amma böyük İmamlıda dini müdafiə edən, Gəncədəki o bir məhəllələrdən fərqli olaraq özünü üstün bilən, daha üstün bilən, hətta onların sovetlərinə, şuralarına, birliklərinə daxil olmayan, birbaşa İranla əlaqə saxlayan demək böyük bir məhəllədir. Məhəllə ağsaqqal və ağbirçəkləri, məhəllə sakinləri iddia edirlər ki, məhəllənin İmamlı adlandırılmasının əsas məqsədi İmamzadə məscid kompleksinə, yəni Köhnə Gəncəyə doğru gedən əsas magistral yolun bu məhəllədən keçməsidir. Məhəllə sakinləri onu da deyirlər ki, hər Aşura günündə məhz bu məhəllənin sakinləri İmamzadə məscid kompleksinə qədər heç bir nəqliyyat vasitəsi olmadan piyada yol qət edirlər və bu dədə-babadan adət halını alıb. Mən də o dövrlərdən, yəni 52-53-cü illər ərəfəsində yaşlı adamlardan mən də eşidirdim ki, insanlar qıraq yerlərdən məskunlaşmaq üçün bura Erobiya Gəncə şəhərinə yaşamaq üçün axışıb gəliblər. Bu küçənin də keçmişdən adı İmamlı onun əlaqədardır ki, bütün bu teritoriyanın adamları İmamzadəyə cənazəsini orada basırdılar, ziyarətgaha gedirdilər və bu küçə də onun adına getdi. Küçələrin yaranma tarixi ayrı şəxslərin adındadır, bir ağsaqqal adındandır, müdrik bir insan adındandır. Bu da o imam sözlüyünə əlaqədar olaraq bu İmamzadəyə gedən yol İmamlı küçəsi deyək. Şəhərimizdə adı sanlı bir kişi vəfat etmişdi, 52-53-cü illər idi. Əhəd deyirlər, Qoçu Səmədin qardaşlarının biri idi. Cənazəni bu yaşından 17-18 yaşı çiyinlərində bu körpü köhnə körpü idi. O sahilindən düz İmamzadəyə qədər çiyinlərində apardılar. O qədər adam axşıdır, Novasda düz gedirlər, İmamzadədə dəf olur. Yəni bu küçənin biraz müqəddəsliyi o İmamzadə ilə əlaqədar, yaranma tarixi də onunla əlaqədardır.
İndi bunlar ayrı yerlerden gəlibsə də gənə də olan küçə. Sonra o küçənin adını dəyişdilər Vaqif. Amma buna baxmayaraq bunun dini adı İmamlı küçəsi gedir. İki adda gedir. Şifahi deyəndə has küçə deyəndə İmamlı. Çox da Vaqif küçəsidir. Deyə bilin Vaqif küçəsi harada görəsə yerdir. Ya bu 5-ci məktəbin altından yanının düz tapılacaq. Oraya heç kim yoxdur. Elə belə həmin çayın sağ... Bugün də əhali köhnə adı qoruyur. Bəli. Bu müqəddəsdir də dini adını dəyişdirsələr də gənə də ağsaqqallar onu yaşatdırır da. Onu mən də eşitmişəm, güya ki, yol imama aparıbdı, imamlı deyirlər ona görə. Buradan düzəngah olub, yol olubdu, evlər sad olmuş da belə. Buradan imamlıya gediblər. İmamlı yola görə, İmamzadanın yoluna görə. İmamzadanın yoluna görə. Əsas İmamzadanın yoluna görə deyiblər. Yəni imama gedənlər... Hamısı imama gedən, gələn, hamısı buradan gələkər. Harava, eşək, at, belə. Məlumdur ki, Gəncə hələ təzə yerinə köçmədən əvvəl Köhnə Gəncədə İmamlı adlı məhəllə mövcud olub və nəzərə alsaq ki, Gəncənin digər məhəllələrindən də Aşura günündə İmamzadəyə piyada insan axını yaşanıb. Onda məhəllə sakinlərinin İmamlı sözü ilə bağlı söylədikləri bu fikirləri bir qədər sual altına almaq olar. Bu məhəllənin əsası 5-ci İmam Məmməd Bağırın oğlu İbrahimin zamanında, yəni eramızın 7-ci əsrində qoyulub. Bu barədə gəncəllər arasında indi də saysız-hesabsız rəvayətlər dolaşır. Maraqlıdır ki, məhəllənin adı imamlardan olanlar mənasını verir. İmam isə ərəb sözü olub, Peyğəmbərin xələflərinə inananlar mənasını ifadə edir. Ona qalarsa şəhərin aşağı hissəsi imama daha yaxındır, daha çox geçir. Elə deyil. İmamlı şəhərsində imama sitayiş edən, imamın yolunu davam etdirən insanlar var. Yəni imamlı, seyidlər demirlər, yəni burada seyid çoxdur. Bura imamlıdır, demək burada imamın tərəfdarı olan adamlar çoxdur. Bax, ən çox Həzrət Əli yolunu gözləyən, İmam Hüseyni yolunu gözləyən, onları pərəstiş edən, mənimdir deyən, ciyarına basan imamlıdır. Bax, belə qəbul etmələr. Eyni adlı məhəllənin Azərbaycanın əski şəhərlərindən sayılan Şamaxı və Bərdədə, habelə Türkiyənin Sarvan əyalətində də mövcud olması onu göstərir ki, İmamlı toponimi 12 imamdan birinin adı ilə bağlı olmaqla yanaşı, məhz Ərəb xilafəti dövrünə aiddir. Orada seyid varsa, imam varsa, inam varsa, imamlarla bağlıdır. Bəs görürsən ki, Həzrət Əlinin gəlməyini Romardı Qəssəb gözləyir. O bu şəhərə gəlibdir. O yəhudilər ki, onun oğlunun başını kəsib, onun müalicəsi falan Həzrət Əli ilə əlaqədədir. Əgər İmam Hüseynin ayağı bu torpağa dəyibsə, Həzrət Əlinin ayağı bu dəyibsə, deməli İmam nəsli bu yerdədir. Demək, İmam nəsli orada qonaq qalıb, orada çörək yiyib, orada adamlarını salam sağlayır, adamların üzündə sifətində onun nuru var. Ona görə də biz balaca şartını nəsil yaşadırıq. Bəzən bizə deyirlər ki, Sovet dövründə niyə burada abidə tikməyib, siz gəlib tanış olasınız. Amma bu abidələr gündə sökürlər, gündə dağılırlar. Bizim ağlımız bir daş da bizə şahidlik edir, bir örgü də bizə şahidlik edir, bir insan da. 1804-cü ilin mayında burada 109 kişi, 117-si qadın olmaqla 39 evdən ibarət 226 nəfər əhali qeydiyyata alınıb. 20-ci yüzilliyin əvvəllərində isə İmamlıdakı ailələrin sayı 980-ə çatıb. Seyyidlərin, mir və ağaların, cəmaət tərəfindən xüsusi hörmətlə anılan sınaqlı şəxslərin çoxluq təşkil etdiyi İmamlı məhəlləsinin sakinləri əsasən ticarət, sənətkarlıq və xırda xidmət sahələrində çalışıblar. Hələ bir şeylə burada məşğul idi. Orada dəmirçi dükkanı var idi. Aravalar qayırlardı, bu məhəllənin yiyəsi. O darvazanın başında bax, o darvazanın yerində deməli harava
dəmdəstgaha qayıdan olurdu, təkərlimi, nə bilim nə, bax belə şeylər. Bu yaxınlara sonra o məhəllədə harava təkərləri zadı var. Hamı duvara apardılar, tulladılar, getdi. Mən gözüm açanda küçədə görmüşəm haravasırıq olub ondan sonra. Mən dədəm özü hallab olub. Hallab deyəndə bilsən nədir bu? Faytonçulara ki, arpa satarmış, saman, ot, nə bilim, köyşən belə hallab olur. Onlar təbii müalicə ilə məşğullar. Otlarla, çiçəklərlə. Onlar təbii müalicə ilə məşğullar. Ən çox. Həm Allahın səbəbidir, həm təbiətin səbəbidir, həm də xalqı inandırır, o dinə bağlayır. Onlar Allah bir yandan rəhm edir, cəmaət bir yandan, bir tərəfdən də bunlar təbii təbabəti bilirlər. İmanlıdır, Allaha inanandır. Allahı təbliğ, tək Allahlığı təbliğ eləyəndir, dini təbliğ eləyəndir, şəriyi təbliğ eləyəndir, İranla əlaqə saxlayandır. O bir məhəllələrə özünü üstün tutandır. Yəni dini cəhətdən biz daha mükəmməlik. Və bir də mən sizə qeyd etdim ki, bunların ki, o türkə çarə, otlarla, çiçəklərlə insanı müalicə etməyə, otlarla dərman hazırlamaq, adamları çimdirmək, onları dərman içitmək. Bax, bu cəhətdən imamlığın ən böyük fəaliyyəti budur. Onlarda dədə-babadan təbii həkimlik var. Təbii həkimlik var. Bunların ən böyük xüsusiyyəti odur ki, dini yolunu dürüst bilirlər. Biri ətriyyatla məşğuldur, biri zərgərliklə məşğuldur, biri toyuqçuluqla, başqa şeylə məşğuldur. Bunun məşğuliyyəti dini qorumaq. Hələ ötən əsrdə məhəllə ağsaqqallarından Məşədi Hüseyn Qulu Bağıroğlu, Kərbəlayı Həsən Hacı Seyidoğlu, İbrahim Usuboğlu, Kərbəlayı Həmzə Hacı Hüseynoğlu imamlının ictimai həyatında əsas mövqeyə malik idilər. Yəni məhəllənin xeyrini, şərini bu ağsaqqallarsız təsəvvür etmək mümkün deyildi. Dara düşən, köməyə ehtiyacı olanlar məhz bu və digər adlarını çəkmədiyimiz ağsaqqalların hüzuruna pənah gətirərdilər. Bəli, İmamlı məhəlləsi məhz bu cür saf və bəyənilən adətləri ilə Gəncənin digər məhəllələrindən seçilib. İmamlı Gəncə şəhərində onunla fərqlənir ki, mən yaşım ona dəlalət eləmir. Mənim yaşım biraz azdır o haqda danışmağa. Ancaq onu deyə bilərəm ki, mənim 14-15 yaşlarım olanda ağsaqqallardan eşitdiyim söhbətlərdən deyirəm sizə, məlumat verirəm. İmamlı böyüyə kiçiyə hörmətlə, İmamlı küçəsi böyüklərə kiçiyə hörmət qoymaqla, mədəniyyətinlə, qeyrətinlə, kişiliyinlə seçilibdir başqa yerlərdən. Ümumiyyətlə, Gəncənin hər bir yerində qeyrət namusu olubdur. Belə ki, İmamlı bunlardan üstün cəhətlərinə görə bundan seçilibdir. Məsəl üçün, namusu, qeyrəti, öz qonşularının, qadınlarının namusunu özünkülər bilibdir. Məsəl üçün, böyüyə kiçiyə ona görə hörmət olub ki, ağsaqqal gələn yerdə hamı ayağa durubdur, onları qarşılayıbdır, ona hörmət bəsləyibdir. Bu cəhətlərinə görə İmamlı seçilibdir. Hər məhəllənin bir ağsaqqal var idi. O ağsaqqal gələrdi, ayın axırında hesabat verərdi ki, məhəllədə hansı yeniliklər var, nələr var, İrana hesabat vermək üçün. Həmin o birləşmiş ki, təşkilat var idi, o təşkilatdan hər məhəllə bir nümayəndə göndərdi, amma imamlılar göndərmədi. Dedi ki, bizim özümüzün təşkilatımız da var, ağsaqqalımız da var, özdə biz sizə qarışmırıq. Bizim burada təşkilatımız çox böyükdür, bizim inanımız çox böyükdür, Gəncə şəhərdə çox böyük görürük. Bir yerdəki imam yaşayan. Onun hamısı ağsaqqaldır. Onsuz da imama ehtiram böyükdür. O küçədə xüsusilə. O uza Sərkardan, Hacallıdan, Yevlatdan adamlar gəlirlər, onlara sitayiş eləmək, əlindən öpmək, ocağından, daşından öpmək. Oradan gələndə bu ağsaqqala hörmət var ki, gəlir. Onun ehtiramı var ki, Sərkardan buraya gəlir, Ziyadlıdan buraya gəlir. O ağsaqqalın adını eşidir. İndi biz onların çoxsunu unutmuşuq. Orada
adlı seyitlər var. Adlı imamzadələr var. Bilirsən, insan yaranandan həmişə öyrənir özündən axıllı adamlardan. Oxumuş adamlar var. Bir var oxumayıb, amma dünya təcrübəsində bilik kəsb edir, öyrənir. Bunlar da təcrübəlidir. Görürsən, bir çətinliyə düşəndə gedirdi, o deyirdi belədir. Yoxsa dava olanda onları barışdırmasını ötəri 10 ilə hörməti var, deyir, o qapıya gəldik, ona balalarım da qurban olsun. Yəni sözündən keçənlər. Başqa, burada belə bizim millətdə nə üçün Gəncədə? Azərbaycan xalqında bu mövcud ağsaqqalın sözünə qulaq asmaq, öyrənmək. Mən həmişə mescidin qabağına gedərdim, biraz şeydən çıxıram. Ağsaqqallardan öyrənirdim ki, görün bunlardan nə işidirəm, nə öyrənim. Heç yadımdan çıxmaz. Söyləyirdilər ki, oğul, uşaqsınız. Bu hökumət yalan hökumətdir. Qan tökmə üstündə qurulub. Bunlar pay olmayacaq. Yəni, Sovet hökumət, komünist rejimə gedir. İndi deyirəm, rəhmətullah, dursaydınız, gördük, doğru deyirsiniz siz. Pay olmaz. Dağıldı, yenildi demokratik quruluşlar. Ümumiyyətlə isə məhəllənin salib seçilən insanlarından söz düşəndə məhəllə sakinləri bu gündə. Bir müddət bu məhəllədə yaşayan Ələkbər Tağıyevi, Seyid Abbas ağanı, Seyid Həsən Seyidzadənin adını böyük hörmətlə anırlar. Uzun müddət Şah Abbas məscid kompleksində axund vəzifəsində çalışan Seyid Həsən ağanın Sovet hakimiyyəti illərində İranın Əhər şəhərinə sürgün edildikdən sonra burada vəfat etməsini və həmən şəhərin sakinlərinin Seyid Həsən Seyidzadəyə 3 gün matəm saxlaması özü göstərir ki, İmamlı Gəncə və Azərbaycan tarixinə verdiyi şəxsiyyətləri ilə öyünə bilər. Bu küçədə Ələkbər Tağıyev yaşayıb. Sultanov Ələddin var, prokuror Respublikada, o indi durur biraz, o da burada çıxıb. Nədir? Prokuror Fəhrət də olub burada çıxıb. Belə çıxıb da tadı adamlar, o qədər adı-sanı orada çıxıb. Şehidlər məhəlləsi olubdur bura, bəli. Bu küçə Lağışlar küçəsidir. Mən durduğum yerin arxasında Mir Abbas ağanın evi olubdur. Çox sınaqlı ağa olubdur. Şəhərin axında olubdur. Onlarda yaman həkimlər vardı, adlarını bilmirəm. İmamlıda. Hə, 51-ci ildə, 50-ci illərdə mən tanış idim. Həmişə həkimə gedəndə İmamlıya gedərlər. Orada çoxlu qardaşlar vardı, həkim idi. O sahə ilə də tanış olmaq lazım. Xüsusən onlar müalicəni təbii otlarla, çiçəklərlə, türkə çarə, təbabətlə onunla məşğul idilər. Ona görə hamı oraya gedir. Hətta ətraf rayonlardan, kəndlərdən də İmamlıya axışıb gəlirdilər. Həmin həkimlərin böyük, indi bu Sovet dövründə də böyük ənənəsi vardı həmin həkimlərin. Ona görə onları öyrənmək lazımdır. Kim salamatdır, kim salamat deyil. Onlardan ağsaqqal kim qalıb. Bunların hamısından biz bir daha yenidən məşğul olmalıyıq, dərindən məşğul olmalıyıq. Özümüzün tariximizi dürüst öyrənməliyik. Məhəllənin əsas hissəsini əhatə edən üzüm bağları əsasən Gəncə çayın sol sahili boyunca salınıb. Onların suvarılması və ümumiyyətlə İmamlının su təchizatı karxana arxı ilə Seyid Kəhrizinin hesabına həyata keçirilirdi. Bu Tekstil mikrorayonunda, bu bağ küçəsinin ayağında Haşpaşaların bağı vardı. O Haşpaşaların bağı, bazarın ayağındakı kəhriz gəlir, evlərin qabağından bizim bu evin qabağında məhəlləmizdən keçərdi kəhriz. O həm Haşpaşaların bağını suluyurdu, həm Haşpaşalar bağının böyründə çəkillik var idi. Çəkillik suluyurdu. Bu ondan ötəridir. Hər bir kəhrizin də əmələ gəlməsində bir şəxsi adamın adı ilə bağlıdır. Harcın bir qaşım kəhrizdir. Ya qeyriləri deyirsən, görsən tanımaq olmur. Amma bu Haşpaşaların bağı bax burada İmamlığa getdiyi üçün o elə burada yaşamaq üçün o kəhrizi o adam suluyurdu buralarda. Hətta bu küçənin bir ortasında bir aksiya gedir. Gedir o bir küçəyə çıxırdı, o bir küçədən də Molla Cəlilin ayağına suluya gedir. Həmin bu kəhrizin qoluydu. Yəni bunların hamısını birinci yaşayış məskunlaşanda fikirləşir ki, burada su mənbəyi, içmə suyumuz, yaxud da ki, texnik üstü ağaçlarımızda nə uçurlar? Ona görə torpağın orada əsas rol oynamasıdır, suyun bol olmasıdır. Bir də ki, onun söz yox ki, İmam Söyüd şəhəridir, bu ləqab var bu şəhərdə. İndi bunu deyək ki, Tökçük şəhərində deyir, bunu deyək ki, tiyatronun dalında axın oxşası. Bu da İmam Zadəyə gedən yolun əsnasında məskunlaşan adamlar da deyir.
Ama bu burada şeydir ki kısa yol oradan gelirsen. Yolun özünün değeri var. Çalmalıya gidende mesela hası yolla gelir. Orada mesela temiz, korkusuz yollar da var, korkulu yollar da var. Deyirlər yol buraya temiz İmam Hüseyin kıçası, burada adama heç də eləməz. Burada da bir müqəddəsçi var idi. Burada əlki bir 10 dənə kinar var idi. Kinardır, söhbət deyirəm. Biri bizim qapının ağzında var idi, yekə kinarlar idi. Onun dibində bu ayrımlar, zəbdər gətir, kömür satan idi, nə bilim, hər şeydən. Gəlib onların dibində oturardılar, belə ağaçları vardı çoxlu, tut yerdilər, sonra nə bilim, kömür satıb gəlib orada ayrımlar qalardı, oturardı orada. Burada qoyun saxlayanlar vardı çoxlu. Bu kinarların dibində qonaqlar vardı, göyə dəyirdi, burada yekə-yekə. Onu da qeyd etmək yerinə düşər ki, İmamlı Gəncənin yeganə məhəllələrindən olubdur ki, tərkibində 3 hamamı cəmləşdirib. Kişilər üçün Hacı Saadlı hamamı, qadınlar üçün Xeyransə hamamı və həm kişilər, həm qadınlar üçün olan Xas hamamı. Bu hamamlardan yalnız Xas hamamı haqqında ətraflı məlumata sahib olduğumuz üçün bu hamam haqqında bir qədər müfəssəl danışaq. Xas hamamı İstanbul hamamları kimi qoşa hamamlar tipinə, yəni simmetrik xətlə ikiyə bölünən qadın və kişi hamamları tipinə aid olub. Hamamın adının hardan götürülməsi haqqında ağsaqqal və ağbirçəklərin fikirləri haçalanır. Ağsaqqalların dediyinə görə bu hamam əziz gün olan Xas günündə işləmədiyinə görə belə adlanıb. Yəni əvvəllər həftənin günləri şənbə, bazar, tək, xas, çərşənbə adına cümə adlandırılırdı ki, bu günlər arasında xas, yəni çərşənbə axşamı ən əziz günə hesab edilirdi. Ağbirçəklər isə hamamın adını onu işlədən qadının adı ilə bağlı olduğunu söyləyirlər. Qapının ağzında Xas arvad otururdu. Qabağındakı sobanın üstündə piti küpələri qıpa-qıpla qaynayır. O da hamamdan çıxanların pulunu alırdı. Yəqin ki, hər iki fikir düzgün deyil. Çünki bu mülahizələrin heç biri qoşa hamamı Xas hamamı adlandırmaq üçün inandırıcı səslənmir. Əgər doğrudan da müsəlman aləmində Xas günü hamama getmək üçün uğursuz gün sayılırdısa, bu qayda təkcə Xas hamamına deyil, digər Gəncə hamamlarına da aid olmalıydı. Xası arvadın adının hamamın kişilərə mənsub olan hissəsinə aid edilməsi də ağlabatan deyil. Ola bilsin ki, Türklər 18-ci yüzillikdə Gəncəni tutarkən yerli bəylərdən hansısa xas mülkü olan yerdə bu hamamı tikib. Yeni hamam həmin mülkün formasının adı ilə də bu cür çağırılmağa başlanılıb. Rusiya ilə birləşənə qədər hamamın Cavad xana mənsub olması da belə mülahizə etməyə əsas verir. Xas, sağlam, təmiz deyən sözdür. Seçmə deyən sözdür. Yəni, xas hamam Gəncədə nadir hamam, təmiz hamam. Xas o mənadadır. Aydındır mı? Hər şey müsbət yanaşan, yəni müsbət, təmiz, saf. Deyirlər ki, xas adamdır. Aydındır mı? Onu elə demək, yoxsa xas günü gedir, o bir gün getmir, hamamın elə qaydası yoxdur. Anam da diyor, söylüyor ki ben de orada çimmişəm. Bir de böyle çıkarttılar ki burada şeytan var, kim var, yani hamama gitmesin. Bir arada o vaxtda hamam yok idi, elində, hamı deyib çimirmiş. Gəncə məhəllələrinə xas olan məscid amilindən İmamlı məhəlləsi dayan keçməyib. İmamlının da öz məscidi olub. Təbii ki, məscidin tikilməsinə rəvac verən amil İmamlı sakinlərinin digər qonşu məhəllə cəmaatına nisbətən dini ayinləri daha həssaslıqla yerinə yetirməsidir. Lakin yerli cəmaat bugün məscidi ancaq xatırlayır. Çünki ancaq məscidin adı və kimlər tərəfindən qorunub saxlanması yadda qala bilib. İmamlı məscidinə el arasında Hacı Saadlı məscidi də deyirdilər. Buna rəvac verən amil məscidin məhəllənin sayılan nəsillərindən birinin başçısı olan Hacı Saadlının vəsaiti hesabına tikilməsidir. Ümumiyyətlə,
Hacı Saatlılar da İmamlının sayılıb seçilən nəsillərindən olub. 5-ci mərtəbənin yeri Haçsaatlardan. Onun 36-cı ildə, 35-36-cı ildə o diriyi aldılar, 5-ci mərtəbə bina ediblər. Onlara gediblər, bizim öyümüzün böyrü var, qaynın böyrü, onlara 2 dəfə də ondan çox görmüyordu. Burada xalı yerlər idi. Ki, icazə, yəni, xətri xoş olsun da, onun torpağını alırlar. Bax, o Haçsaatları mən onların Müzəffər adında bir hamısı yaxşı adamlar müharibəyə getdilər, gəldilər, sonra ölüblər. Vaxtilə müstəqil məhəllələr olan Dulusçular, Şərbaflar və Boyaqçılar məhəlləsi 18-19-cu yüzilliyin hüdudlarında tədricən İmamlı məhəlləsi daxilində unudulublar. Məhz bu nöqteyi nəzərindən sözgedən məhəllələr haqqında bir qədər ətraflı məlumat vermək yerinə düşər. Tədricən İmamlı məhəlləsi daxilində unudulan bu məhəllələrin içərisində Boyaqçılar məhəlləsi daha uzun ömürlü olub. 1891-ci ildə Gəncədə Biyan kökü zavodu tikilənə qədər öz adını və əhatə etdiyi ərazini qoruyub saxlaya bilib. Maraqlıdır ki, Gəncə ətrafında təbii halda yetişən qızıl boya və biyan bitkilərinin köklərindən yerli əhali hələ çox qədim zamanlardan boyaq maddəsi alırdılar. Bu boyaqla ipək, pambıq parça, bez materiallarını müxtəlif rənglərlə boyayardılar. Nəinki Gəncədə, habelə şəhərdən çox-çox uzaqlarda böyük şöhrət qazanan göy, tünd boz, yaşıl, açıq mavi, zoğalı rəngli ipək parçalara dünya bazarlarında tələbat boyaqçı sənətkarlarının xidməti idi. Kapitalist münasibətlərinin inkişafı boyaqçılıq sənətinin inkişafına da mənfi təsir göstərərək Gəncə sənətkarları içərisində boyaqçıların mövqelərini xeyli zəiflədib. 1872-ci ildə burada 24 boyaqxana olduğu halda 1897-ci ildə cəmsi 6 boyaqxana qalıb. Bu məhəllənin sakinlərinin bir hissəsi həm də ticarətlə məşğul olublar. Onlar qızıl boya kökünü yükləyib Tiflisə, Şuşaya, Nuxaya, İrəvana aparardılar. Şərbaflar məhəlləsi isə boyaqçılardan gün çıxan tərəfdə yerləşirdi. Şərbafların toxuduqları ipək parçalar çox zaman onların özləri tərəfindən də boyanırdı. Ona görə də bu iki sənət yönümlü məhəllə bir-biri ilə qonşuluqda salınıb. Xanlıqlar dövründə karxana arxının üstündə 375 təzgahlıq böyük ipək karxanası olub. Keçən əsrin əvvəllərində tənəzzülə uğrayan şərbafçılıq 70-80-ci illərdə öz əvvəlki mövqeyini qismən qaytarmağa müvəffəq olub. 1898-ci ildə artıq manufaktura üsuluna keçən şərbafların Gəncədə 8 emalatxanası və 62 fəhləsi olub. Sonradan müəyyən nəsillər köçsükən hər nəsil özünün sənətinə görə, xasiyyətinə görə küçəsinə az seçir. Aydındır. Onlar küçədilər, bölgədirlər. Onlar İmamlı kimi geniş məhəllə deyil ki, 21 nömrəli məktəbin yanına başlayıb gedim onlar cəllə çıxar. Bunlar möhkəm, köhlü, özünün ərazisi var. O ərazidə sənətkarları var, müalicə edən adamları var, ağsaqqalları var, rayonlarla əlaqəsi var. Bu geniş coğrafiyanı əhatə edir. Adlarını çəkdiyimiz hər üç məhəllə haqqında əlimizdə yetərincə məlumat olmadığı üçün bu məhəllələr barədə müfəssəl məlumat vermək də bir qədər çətinlik yaradır. Buna baxmayaraq çalışdıq ki, daha bir Gəncə məhəlləsinin dünəndən səyahət edək. Məqsədimizə hansı dərəcədə çatdıq, bunu dəyişilməz olan elektron ünvanımıza yazmaq kifayət edir. Daha bir qədim Gəncə məhəlləsində görüşmək diləyilə. Salamat qalın. Gəncə çayı lan axır